Biləsuvar rayonu Xırmandallı kənd sakini 64 yaşlı Eyvaz Baxşıyevin ailəsi ağır vəziyyətlə üz-üzə qalıb. Ailənin sözlərinə görə mayın 22-sində yağan güclü leysan yağışları nəticəsində yaşadıkları ev qəzalı vəziyyətə düşərək yaşayış üçün yararsız hala gəlib. Eyvaz Baxşıyev bildirir ki, hadisədən sonra dəfələrlə aidiyyəti qurumlara və rayon icra hakimiyyətinə müraciət etsə də bu günə qədər onların probleminə ciddi şəkildə baxılmayıb. Çarəsiz qalan ailə həyətlərində çadır quraraq orada yaşamağa məcbur olub. Hazırda 64 yaşlı Eyvaz Baxşıyev, 63 yaşlı həyat yoldaşı, oğlu, gəlini və ailənin 2 az yaşlı övladı ağır şəraitdə həyətlərində qurduqları çadırda yaşayırlar. Yayın isti günlərində elementar yaşayış şəraitindən məhrum olan ailə aidiyyəti qurumlardan təcili yardım və dəstək gözlədiklərini bildirirlər. Ailə ümid edir ki, onların səsi eşidiləcək, aidiyyəti qurumlar yaranmış vəziyyətlə operativ reaksiya veriləcək və 2 az yaşlı uşağın da yaşadığı bu ağır şərait aradan qaldırılması üçün lazımı tədbir görüləcək. Sizinlə mən Nüsrət Sakidoğlu, Press Xəbər. Selamünaleyküm amirim mənim. Biləsuvar rayonu Xırmandalı kəndi Baxşıyev Eyvaz tərəfdən oldu. Mayın 22-si mənim evim yağışdan tutulub. Hara gedirəm, mənə baxan yoxdur. İcra kimində olmuşam, şəhər tərəfində olmuşam, bələdiyyədə olmuşam. Da o qapı qoyulub, açmamış, mənə baxan yoxdur. Qalmışam ailəmlə Amarda. Qaldığım yerdə bax. Gecə burada yüksəkdən yatmaq olmur. Günüzdə istidən oturmaq olmur orada. Evimdə bax, gedək görsədim sana. Sabri Mahallenin 6 boş aile hamarda kaldı. 2 körpe, anası, atası. Naralarım da, ondan sonra oğlum, gəlinim, düdərgindiler. Gediblər qaynanasının evində qalırlar. Xahiş ederim bizə köməklik göstərin. Qalmışıq belə, Allah haqqı yatmağa yerimiz Öyle Allah yoxdur. yerləsin, səni deyib şəxs. Hər yerə müraciət eləmişik. Bizə Baxan baxan yox. yoxdur. Yağış Mümkün yağdı, deyil. biz qalmaq yaxşın altında. Yaşamaq mümkün deyil burada. Bir aydır. Bizə bir əncam. Mayın 20'sindən ben ayın 20'si. 42 gündür biz hamardayıq. İlan qurbanın içərisində yaşayırıq. Xahiş edirəm bizə kömək edin. Göydə Allah yerləsən deyib, zəngələmiş.